İlk addımlar atanda hər daim missiya üzərində düşünmək lazımdır. Mən süni intellekt texnologiyaları vasitəsilə insanlığa fayda verməyə çalışmalıyam. Bu yaşda bu səviyyəyə çatmaq fərqli bir səviyyədə uğurludur. Fizika analitik düşünməyə sövq eləyir insanları. İnsanlara problem maraqlı deyil, insanlara həll maraqlıdır. Mən AI-ya kodlara görə maraqlanmıram. Suallara cavab tapmaq üçün maraqlanıram. İngilislərdə belə bir söz var, deyir ki, you don't know what you don't know. Yəni bunlar Stanforddan drop outdular, MIT-dən drop outdular. Sən bu süni intellekti cəmiyyətə yayan, məlumat verən bir klub yaratdın. Artıq biz təxmin edə bilirdik ki, süni intellekt yaxın illərdə böyük bir trend halına keçəcək. Həm də belə bir fikrimiz var idi ki, öyrədək, həm də öyrənək. Yəni əslində insanlara sosial bacarıqları aşılamaq lazımdır. iPad-lə böyüyən uşaqlarla süni intellektlə böyüyən uşaqlar arasında kifayət qədər böyük fərqlər olacaq. Çalışsınlar öz vizyonlarını doğru müəyyənləsinlər, həyatda məqsədlərini doğru təyin etməyə çalışsınlar və bu istiqamətdə yorulmadan addımlamağa bəs eləyəcək disiplini özlərində formalaşdırsınlar. Salam dəyərli izləyicilər. Bugünkü qonağımız Azərbaycanın ən parlaq gənclərindən biri, fəaliyyəti, vizyonu ilə gənclərə yol göstərən, uğurlu təhsil və texnologiya sahəsindəki nailiyyətləri ilə seçilən prezident mükafatçısı Nihat Abdullayevdir. Nihatın nailiyyətlərini saymaqla bitməz. Podkastımızın gedişatında onlara mümkün olan qədər toxunacaq, Adam Universitetində təhsil alaraq bu qədər möhtəşəm nailiyyətləri necə qazanıb, bunun sirlərini ondan öyrənməyə çalışacağıq. Sizlərə məlumat üçün bir neçə faktı vermək istəyirəm ki, o, süni intellekt sahəsində ölkəmizdə gənclər üçün imkanlar yaradan ilk təşəbbüslərdən birinə imza atıb. AI Hub klubunun həmtəsisidir. Bu klub vasitəsilə yüzlərlə gənc sıfırdan peşəkarlığa qədər AI təlimləri alıb, tədqiqat layihələrində iştirak edib, yeni texnologiyalarla tanış olub. Eyni zamanda Samsam adlı interaktiv, süni intellekt əsaslı ağıllı oyuncaq texnologiyasında müəllifidir. Onun bu layihəsi artıq patentləşib və beynəlxalq səviyyədə tanınmağa başlayıb. Nihat hazırda AzərConnect şirkətlər qrupunda aparıcı mühəndis vəzifəsində çalışır, tədqiqat fəaliyyətləri ilə məşğul olur, həmçinin ölkəmizi beynəlxalq texnologiya və startap müsabiqələrində uğurla təmsil edir. Onun uğur hekayəsi təkcə şəxsi zəhmətin deyil, həm də bir gəncin cəmiyyətə töhfə vermək istəyi ilə nələr edə biləcəyinin hekayəsidir. Bu gün biz onunla süni intellektə olan sevgisindən, bu sahədə gənclərin yol xəritəsindən və texnologiyanın yaxın gələcəyindən danışacağıq. Salam Nihat, xoş gəlmisən. Dəvətimizi qəbul edib gəldiyin üçün təşəkkür edirəm. Necəsən? Çox sağ ol, salamlar Tunar, hər vaxtın xeyir olsun. Təşəkkür edirəm, çox yaxşıyam. Dəvətiniz üçün təşəkkür edirəm. İzləyicilərimizi də salamlayıram. Ümid edirəm ki, faydalı bir podkast olar. Əminəm ki, çox faydalı olacaq. Mən hər dəfə ilə səninlə görüşəndə görüşürəm, bir müzakirələr edirik və s. Daha sonra qaydanda həmişə belə çox motivasiyalı olam ki, bu işə girişim, bunu edim falan filan. Elə ona görə də bu belə deyim, motivasiyanın qaynağını araşdırmaq istəyirəm deyək ki, ümumiyyətlə bu süni intellekt hissəsinə, maşın öyrənilməsinə, bu sahəyə marağın necə yarandı? Təhsilin, məktəb təhsilinin və universitet təhsilinin burada hansı rolları var? Təşəkkür edirəm gözəl sual üçün. İlk öncə ondan başlamaq lazımdır ki, mən eləcə də hər kəsə tövsiyə eləyərəm ki, ilk addımlar atanda hər daim missiya üzərində düşünmək lazımdır. Yəni biz bir işə başlayırıq və burada fərqli proses içərisində fərqli qərarlar qəbul etməli oluruq. Bir çox hallarda biz başladığımız hədəfdən yayınma riski ilə üzləşirik və hər daim bu balanslar çərçivəsində gedir də bir riyazi bir qanun var. Qlobal maksimumu heç vaxt tapmaq mümkün deyil də belə deyək. Və biz hər daim həyatımızda fərqli qərarlar veririk və bəzən görə bilirik ki, gəlib çatdığımız nöqtə başladığımız nöqtədən kifayət qədər fərqlənir. Bu istiqamətdə düşünürəm ki, bir şeyə yeni başlayanda, eləcə də bu mənim belə deyək də həyat sloqanım və prinsipim olub. Buna görə mən elə süni intellektlə başlayıb davam eləmişəm. Bir missiya olmalıdır. Və mən də hər daim düşünmüşəm universitet illərindən başlayaraq ki, mən süni intellekt texnologiyaları vasitəsilə insanlığa fayda verməyə çalışmalıyam. Yəni bu mənim əsas belə deyim, həyat xəttimi izləyən prinsiplərdən biridir və hər daim istər akademik fəaliyyətdə olsun, istər korporativ fəaliyyət, istərsə də startap fəaliyyəti olsun, çalışırıq ki, hər bir aspektdən süni intellekt texnologiyaları və yaxud da süni intellekt üzərində edilmiş hər hansı bir elmi iş və sair bu üsullarla nə cürsə insan həyatına, insanlığın həyatına bir fayda təmin edə bilək və mənim də əsas prinsipim bu olaraq başlamışam. Universitet illərinin ilk dönəmlərindən etibarən bizim süni intellekt əsaslı bir startapımız olmuşdu. Sonra ChatGPT və OpenAI-ın təqdim etdiyi ChatGPT texnologiyasının irəli sürülməsi, bazara belə deyək, təqdim olunması ilə biz artıq gördük ki, bunu kifayət qədər normal formada eləyə bilən texnologiyalar
olimpiadalar artıq var və biz fərqli bir texnologiya üzərində işləməyə başladıq. Bu da Samsung idi. Sən də bayaq qeyd elədiyin kimi. Və mən bu istiqamətdə daha çox elmi, akademik məqalələr, startap fəaliyyəti, eləcə də korporativ istiqamətdə davam etməyə başladım və çalışırıq ki, bundan sonra da bu istiqamətdə öz yolumuzu davam etdirək. Əla. Həqiqətən çox belə deyim, böyük bir yoldur və bu yaşda bu belə deyim səviyyəyə çatmaq, yəni fərqli bir səviyyədə uğurdur. Bir də bunu soruşmaq istəyirəm ki, məktəb illərin necə olub? Məktəbdə hansı belə deyim fəaliyyətlərlə, hansı fənlərlə daha yaxından məşğul olmusan? Çünki bilirəm səndə bəzi olimpiada tərəfləri də var. Bəli. Məktəb illərindən başlayaraq əslində mən fizika olimpiadası ilə məşğul olmuşam 8-ci sinifdən etibarən. O belə deyək də bizim onsuz auditoriyada yəqin ki bir qədər gənc auditoriyadır. Elə biraz belə deyək səmimi olaraq mövzuya yanaşsaq, mən 8-ci sinifdən, hətta 7-ci siniflərdən etibarən hər daim o bir şey var da, deyir göyə baxanda hər daim siz hiss eləyirsiniz ki, orada ulduzlar var. İnsanlar düşünürlər ki, bu kainat necə yaranıb və s. Bu hər kəsin ağlına gəlmiş bir suallardır. Və mən də ilk olaraq sırf bu suallar üzərindən yola çıxaraq fizikaya bir həvəs oyanıb məndə. Və bundan sonra artıq 9-cu sinifdən etibarən 11-ci sinifə kimi Respublika fənn olimpiadalarında və beynəlxalq fizika olimpiadalarında iştirak etməyə başlamışam və bir çox yerli və beynəlxalq olimpiadalarda uğur qazanma fürsətimiz olub. Və fizika yəqin ki sən də təsdiqləyirsən ki, belə deyək də natural sciences-in, yəni təbiət elmlərinin bir hissəsidir və fizika analitik düşünməyə sövq eləyir insanları. Və fizika istiqamətindən başladığım üçün universitet illərində də artıq süni intellekt texnologiyalarına bir mühəndis olaraq başladığım zaman bu artıq fizikada öyrəndiyim analitik düşünmə tərzi mənə kömək elədi ki, erkən başlarda süni intellektdəki mühəndis problemlərinə həll gətirmək istiqamətində mənim bir təsəvvürüm olsun. Çünki mühəndislik problem solving deməkdir. Yəni problemi həll etmək. Burada söhbət hər hansısa bir proqramlaşdırma dilindən bir çox belə başa düşülür ki, mühəndislik hər hansı bir proqramlaşdırma dilində yazmaq və s. Proqramlaşdırma dilləri var və belə deyək, amma bu gün var. Gələcəkdə olacaqmı, olmayacaqmı bu özü də bir sualdır. Eyni zamanda bunlar bir tooldur. Yəni bir alətdir, vasitədir. Əsas mühəndislikdə lazım olan mindset, düşüncə tərzi problemi həll etmə bacarığıdır. Yəni sizə real zamanda problem verilir və siz həmin problemi həll etməlisiniz. Və belə bir yanaşma var ki, yəni heç kimə insanlara problem maraqlı deyil, insanlara həll maraqlıdır. Bəli. Və ona görə istər fizika istiqaməti olsun, istərsə də süni intellekt bunları məncə ən çox elə birləşdirən tərəflərin biri də analitik düşünmə tərzinin olmasıdır. Bəli. Yəni real zamanda problem gələndə siz ona analitik həll üsulu təqdim etməlisiniz ki, bu artıq belə deyək, çox milyonluq auditoriyaya xidmət edən bir texnologiyadan söhbət gedirsə, bunun həm riskləri az olsun, belə deyək, yəni yox səviyyəsində demək olar ki, eyni zamanda xərcləri az olsun. Xərclərin optimallaşdırılmasından, risklərin optimallaşdırılmasından daha böyük auditoriyaya xidmət eləyir deyə burada biz nəzərə almalıyıq ki, cəmiyyətin hər bir təbəqəsinə xidmət edən bir texnologiyadır. Biz elə düzəltməliyik ki, bunu uşaqlar da rahatlıqla istifadə edə bilsinlər, orta yaşlı insanlar da, yaşlı insanlar da istifadə edə bilsinlər. Və sair bu kimi amilləri nəzərə almaq lazımdır. Düşünürəm ki, elə orta məktəb illərində fizika istiqamətində başlamağımda bu istiqamətdə mənə dəstək oldu. Elə sən bir neçə dəfə əslində mənim sənin LinkedIn-də oxuduğum bir ifadəni təsdiqləyici bir şey oldu ki, o LinkedIn-də yazmışdın ki, mən AI-ya koda görə maraqlanmıram, əslində bir suallara cavab tapmaq üçün maraqlanıram. Elə burada da həm olimpiadaya hazırlaşmaq, həm də ki o dediyin kimi problem solving hissəsi bu təsdiqlənmiş oldun əslində ki, mən də tam belə düşünürəm ki, mühəndisin əslində işi bir kod yazmaq deyil də problemi həll etmək, ən optimal yolu tapmaq və s. Olimpiyadanın da yəqin ki, burada sənə köməkçi olub ki, bir həqiqi bir problemi həll edə biləsən, çünki orada açıq suallar verilir, onu belə həll şəkildə yazmalısan və s. İndi daha spesifik tərəfə keçsək, yəni artıq universitet vaxtına çatdın, süni intellektlə tanış oldun və artıq başlamaq istəyirsən ki, mən süni intellekt öyrənim və yeni texnologiyalar yaradım və inteqrasiya edeyim. Bunlara sən hardan başladın tam olaraq? Resursları necə tapdın, öyrənməyə necə başladın? Təşəkkür edirəm sual üçün. Yəqin ki, burada əsas məsələ belə deyək, yəni ilk başlardakı çətinlikdir. Bu istiqamətdə bir çox belə deyək hallarda mən belə suallarla rastlaşmış olmuşam bu vaxta qədər ki, bəs ilk başlarda çətinlik nə oldu? Ümumilikdə mən deyərdim ki, yəni ilk başlayanda çətinlik nə oldu sualının belə bir naturası var ki, sanki elə çətinlik ilk başda olur. Əslində burada qeyd etmək lazımdır ki, çətinlik hər daim olur və ilk başlayan insanın ilk başlayan üçün çətinlikləri var. Orta səviyyədə, sonra ekspert səviyyəsində. Yəni fərq yoxdur. Hər daim hər kəsin özünə görə bir çətinlikləri var. Amma biz spesifik fokuslansaq ki,
məhz ilk başlarda olan çətinlik düşünürəm ki, ingilislərdə belə bir söz var. Deyir ki, you don't know what you don't know. Yəni insanlar ilkin olaraq nəyəsə başlayanda nəyi bilmədiklərini bilmirlər. Və bu əslində çox ciddi məsələdir. Yəni siz əgər nəyəsə başlayırsınız və nəyi bilmədiyinizi bilmirsinizsə, artıq o deməkdir ki, sizin qarşınızda bir çox belə deyək, qapılar ilkin vəziyyətdə bağlıdır. Siz birinci bilməlisiniz ki, hansı qapılar açıq olmalıdır. Yəni nələri öyrənməyi bilmək vacibdir burada. Bu istiqamətdə də təbii ki, mən düşünürəm o şey məsələsinə gəlirik ki, biz bir çox hallarda məsələn onlayn kurslar üstünlük verilir və yaxud da elə offlayn kurslara üstünlük verilir. Bunlar təbii ki, bir şeyi, bir spesifik sahəni öyrənmək üçün faydalı fundament ola bilər. Amma bunu da başa düşmək lazımdır ki, istər kurslar olsun, istər self-learning materiallar olsun, bunlar elə bir nöqtəyə çatdırır ki, insanı. Artıq siz nəyi bilmədiyinizi bilirsiniz. Çünki kurs, tədris, metodika və s. bunlar universitetin də əsas prinsipidir və bunlar çox vacib bir skill set formalaşdırır uşaqlarda ki, həm sosial bacarıqları inkişaf elətdirir, həm müəyyən qədər texnoloji, texniki bacarıqlar verir tələbələrə. Eləcə də bir çox kurslar bu fəaliyyətlə məşğuldur və bunlar çox vacib addımlardır. Sadəcə olaraq bu o demək deyil ki, kimsə gedəcək kursu qurtaracaq və ekspert səviyyəsində nə isə biləcək. Çünki kursların əsas işi ümumi fundamental bir overview vermək və artıq tələbə kursu bitirəndə başa düşür ki, o nələri bilmir və hansı sahə ona maraqlıdır və maraqlı olduğu sahədə artıq bilmədiklərini də bildiyi üçün onun üçün fürsət yaranır ki, həmin bilmədiklərini gedib araşdıra bilsin. Və məsələn indi eyni şeydən istiqamətdə yola çıxanda biz süni intellektdən danışırıq. Məsələn eyni şəkildə bu aiddir startaplara da. Yəni ölkəmizdə bu gün innovasiya ilə, sahibkarlıqla məşğul olan çoxsaylı gənclər var. Çox belə deyək, fərqli, maraqlı layihələr üzərində çalışan gənclər var. Və mən düşünürəm ki, elə burada da ən vacib prinsiplərin biri ondan ibarətdir ki, yəni bir çox hallarda tələbələr məsələn gəncdir, həvəslidir. Bu çox normal bir şeydir təbii ki. Bir ideya üzərində çalışmağa başlayırlar. Ancaq ki, belə bir məşhur söz var. Deyir ki, ya 5 milyon insana xidmət edən, burada 5 milyon simvolik ədəddir belə deyək. Ya 5 milyon insana xidmət edən startap qurun, ya 5 milyon insana əgər bu dəqiqə o startapı qura bilmirsənsə, get 5 milyon insana xidmət edən bir şirkətdə çalış. Öyrən ki, 5 milyon insana necə xidmət verirlər. Çünki startap bir çox hallarda MVP versiyada təbii ki, bu düzəldilə bilər. Bunun proqramlarını yazmaq olar və s. backend, frontend və yaxud da AI tərəflərdə inteqrasiyalar var və bunu kompüterdə initial bir demo deyirlər də. Bunu yəni demo variantında təqdim eləmək olar. Prototip versiyada. Ancaq bəli, prototip versiyada. Ancaq artıq söhbət gedir biz bunu 5-10 milyonluq auditoriya qarşısına çıxardacağıqsa, bu tamamilə fərqli bir düşüncə tərzidir. Tamamilə fərqli bir yanaşma tələb eləyir. Artıq siz bu 5-10 milyona kontingentə çıxardanda startapdakı riskləri götürmək gücündə deyilsiniz. Artıq orada bir qədər başqa cür düşünmək lazımdır. Yəni MVP-yə qədər bir cür yanaşma tərzidir. MVP-dən sonra çox fərqli bir yanaşma tərzidir. Ona görə əslində burada elə ən vacib momentlərin biri budur ki, əgər bir startap üzərində çalışmaq kimisə ideyası var. Bu çox gözəl bir şeydir. Sadəcə olaraq birinci başlamaq lazımdır ki, biz öz startapımızın mövzusu istiqamətində nəsə biliklərimiz varmı? Çünki təsəvvür edin ki, siz fintech istiqamətində startapla məşğulsunuz. Mən də investoram. Gəlmişəm, biz söhbət edirik. Siz ideyanı təqdim elədiniz. Çox super ideyadır və mən birbaşa sual verirəm ki, komandada fintechlə əlaqəli işləmiş, çalışmış bir adam var. Axı sizin startap fintech startapıdır. Və siz deyirsiniz ki, yox. Bizdə fintechdən xəbəri olan, belə deyək, fintech istiqamətində çalışmış, industrial təcrübəsi olan heç kim yoxdur. Və artıq burada birbaşa sual yaranır ki, siz onda necə əmin ola bilərsiniz ki, sizin həll etdiyiniz problem həqiqətən də çox ciddi bir problemdir. Həqiqətən də bunun deyək ki, ola bilər ki, siz vacib problem həll edirsiniz, amma bu heç kimə lazım deyil. Bəlkə bunun kostu çoxdur. Bəlkə bunun inteqrasiyası mümkün deyil. Bəlkə bunun zamanlaması doğru deyil. Məsələn, bir çox industriyalar, bazarlar var ki, elə bir ideyalar siz üzərində düşünə bilərsiniz ki, yəni bazar bu dəqiqə buna hazır deyil. Yəni bu möhtəşəm bir ideya olsa, sizin zamanlamanız doğru deyil. Mən bu istiqamətdə TEDx-də bir çıxışımda onu qeyd eləmişdim ki, yəni startap istər biznes ideya, hər hansı bir inisiativa çox əhəmiyyətli bir şeydir. Amma sizin əgər doğru zamanda, doğru yerdə deyilsinizsə və yaxud da doğru bacarıqlara sahib deyilsinizsə, heç bir şey artıq sizin komandanız, investisiya və s. burada bəli, ikinci plana keçir. Və ona görə də burada çox vacibdir başa düşmək ki, ilk olaraq hansısa bir bacarıqlara yiyələnmək, bu istiqamətdə öyrənmək və bundan sonra artıq startap istiqamətində bəlkə fokuslanmaq yaxşı ola bilər. Çünki biz dünya statistikasına da baxanda ən uğurlu startapçıların yaş aralığını görürük 30-40 yaş intervalında təxminən. Fərqli statistikalar, fərqli ədədlər deyə bilər. Yəni ümumiləşdirsək biz bunu 30-40 yaş aralığı. Və burada da yəqin ki, siz özünüz də görmüsünüz. Bir çox suallar çıxır ki, bəs hansısa bir dünyaca məşhur bir
bir şirkətlərin birinin yaradıcısı. Bunu 14 yaşında qurub, 17 yaşında qurub. Təbii ki, bu cür hallar var. Bu cür belə deyim də istisna hallar qeyd eləmək olur. Sadəcə olaraq bir şey dəyərləndirəndə biz hər daim kontekstinə baxıb dəyərləndirməliyik. Bəzi hallarda biz faktı götürürük və onu kontekstdən kənarlaşdırıb dəyərləndirmə aparırıq. Amma bunu kontekstinə qaytarsaq biz görə bilərik ki, həmin o college dropout deyirlər, university dropout insanlar kifayət qədər yüksək universitetlərdən dropout eləyiblər. Yəni bunlar Stanforddan dropoutdular, MIT-dən dropoutdular. Yəni artıq bu insanların Stanfordda, MIT-yə qəbul olmaqları göstərir ki, bunlar üstün bilik, bacarıq göstəricinə malik var, bacarıqlar var. Əlbəttə, yəni artıq bu istedadlar həmin universitetləri dropout eləmiş insanlardır. Yəni biz hər daim özümüzü kimlənsə müqayisə eləyirik və burada bir statistik bias, yəni qərəz ortaya çıxır. Bir məsələ var ki, əlbəttə biz indi baxa bilərik bir neçə nümunəyə. Filan kəs getdi universitetdən dropout elədi, universitetin belə deyək də başını buraxdı, lorı dildə desək, getdi hər hansı bir startupla məşğul oldu. Çox böyük bir customer bazaya çıxdı. O biri getdi bunu elədi və avtomatik olaraq biz deyirik ki, hə biz də eləməliyik bunu. Sadəcə olaraq burada bir məsələ var ki, yəni onlar uğurludur deyə onlara mikrofon uzadıb onların uğurunun sirrini soruşanlar var, amma onların yolu ilə gedən yüz minlərlə də uğursuz olan insanlar var. Onlara mikrofon uzadan yoxdur ki, siz biləsiniz ki, bu da desin ki, hə mən də elədim, olmadı məsələn. Yəni bunu deyən yoxdur. Yəni çünki hamıyaxı uğurlu insanların hekayələri maraqlıdır. Ona görə bir adam uğurludursa, burada başa düşmək lazımdır ki, bunu əgər biz bu günləri bir YouTube-da bir videoya baxıb kimdənsə həvəsləniriksə, bu çox normal bir şeydir. Sadəcə başa düşmək lazımdır ki, bizdən əvvəl baxanlar da həvəslənib eləyiblər, amma bu qədər məsələn bu qədər Mark Zuckerberg yoxdur. Bu qədər Jeff Bezos yoxdur. Onlardan bir neçə dənədir. Və bir neçə dənə olmasının da səbəbi var. Yəni artıq biz burada daha dərinə düşüb baxmalıyıq ki, o istiqamətdə uğursuz olanlar heç kim sual vermir deyə biz yalnız uğurlu olanları görüb onlardan həvəslənə bilirik. Yəni ona görə də yenə də biz qayıdırıq əvvəlki məsələyə ki, ilk başdakı çətinliklər nəyi bilmədiyimizi bilməməkdir və məlumat azlığıdır. Biz lazımdır istər texnologiyada mühəndis istiqaməti üzrə, istər startap, innovativ yanaşma üzrə olsun, bunun sahəsindən asılı olaraq bizim bu istiqamət üzrə bilik və bacarıqlar əldə etməyimiz lazımdır. Bundan sonrakılar artıq addımlar zamanla öyrənilə biləcək şeylərdir. Və ümid edirəm ki, hər kəs bu istiqamətdə davam eləsə, uğurlu olma ehtimalı daha çox olar. Çox təşəkkür edirəm və detallı cavaba görə, yəni bir çox mövzuya toxundun eyni anda. Mənim hazırladığım bir çox sualın cavabını verdin əslində. Onda keçək növbəti suala. Növbəti sualımız belədir ki, AI Hub-dan danışaq biraz. Sən bu süni intellekti cəmiyyətə yayan, məlumat verən bir klub yaratdın və bildiyim qədərilə yüzlərlə gənc bu kluba qoşuldu və təlimlərdən keçdi. Sən bu klubu yaratmağa necə başladın, belə deyim, bu ideya hardan gəldi və bunu yaradarkən hansı çətinliklərin oldu? Çünki həmin vaxtlar süni intellekt çox da yayılmamışdı, insanların çox məlumatı yox idi, xüsusilə də gənclər, bir çox sahələr var. Niyə süni intellektə qoşuldu və s. Bu problemləri necə həll etdin? Bu da çox maraqlı bir istiqamətə toxunursan, yəni də. Demək ilk olaraq biz süni intellekt hub, yəni AI hub cəmiyyət olaraq süni intellekt ideologiyasını, bunun texnoloji olaraq insanlara, şirkətlərə verə biləcək üstünlükləri yaymağa başlayanda təbii ki, bu çox yeni idi və insanların da çoxlu sualları var idi ki, vəbşə süni intellekt nədir? Bunun bizə xeyri nədir? Hətta bir çox hallarda biz görmüşük insanlardan feedbacklər gəlir ki, yox, onsuz da bu insanları üstələyəcək, bu təhlükəli şeydir, lazım deyil bizə və s. Bizim fəaliyyətimiz və fəaliyyət çərçivəmizdə əsas qarşımıza qoyduğumuz hədəflər bunlar idi ki, biz elə Ada Universitetinə Ləman xanım Əliyeva ilə birlikdə bu cəmiyyət belə deyək təsis olunmuşdu və bizim əsas məqsədimiz ilk növbədə biz əsas problemləri axtarmağa başlayırdıq ki, cəmiyyətin hansı belə deyək, yəni biz hazırda oturmuşuq Bakıda və demək olar ki, bir çox elektron resurslara aksesimiz var. Biz onu araşdıra bilirik, oxuya bilirik, amma belə deyək ki, bütün regionlarda, ucqar yerlərdə olan hər kəsin təəssüflər olsun ki, bu texnologiyalar haqqında oxumaq üçün resursu olmaya bilir. Ona görə biz AI for Regions proyekti ilə başlamışdıq. Bu istiqamətdə biz getdik fərqli bölgələrdə süni intellektin tədrisi ilə, tədris yəni burada yəni fərqli sessiyalarla, workshop əsaslı maarifləndirmə işlərinin artırılması ilə məşğul olmuşduq və bundan sonra artıq Ada Universitetinin daxilində də biz fərqli tələbələr arası bir çox data science yarışması keçirmə fürsətimiz oldu və eləcə də yəni tələbə sektorları üzrə Azərbaycanın bir çox universitetlərində bu istiqamətdə sessiyalar keçirdik. Burada böyük universitetlərin adlarını çəkmək olar və fərqli universitetlər
dəftərdə əmin olmaq üçün ki, yəni bu istiqamətlərdəki tələbə kontingentinin də süni intellektlə bağlı məlumatlılığı kifayət qədərdir. Ondan sonra isə bir çox dövlət qurumları və özəl qurumlarda biz bu süni intellektlə bağlı hansılar ki, bu işə maraqlı idilər, biz həmin qurumlarda bu sessiyaları keçirmə fürsətimiz oldu. Yəni əsas məsələ problemin aşkarlanaraq, yəni belə deyək, problem buna demək nə qədər doğrudur. Yəni ilk bizim hədəfimiz bu istiqamətdə təbliğatı işlər görməkdir. Və təbliğatı işlər üçün biz seçdik ilk olaraq oxuduğumuz universiteti, sonra ölkənin ucqar zonalarına, kimlərin ki süni intellektdə bu qədər yaxşı, belə deyək, əli çatmır. Sonra artıq paytaxtda yerləşən bir çox universitetlərin tələbələrini, sonra isə korporativləri. Və burada indi belə deyək də, niyə belə bir cəmiyyət? Çünki arxasında cəmiyyətlər olan heç bir ideologiya, belə deyək, onlar hər daim uğura məhkumdurlar. Çünki bir əgər layihənin arxasında böyük cəmiyyətlər dayanırsa, onun arxasında çoxlu bunun dəstəkçilər dayanırsa, biz artıq başa düşə bilirik ki, bizim gördüyümüz iş həm əhəmiyyətlidir, həm də artıq bu insan cəmiyyətlərinin ortaq maraq nöqtəsi var. Və biz bu ortaq maraq nöqtəsini əslində biz başlayanda düşünmədik ki, gedək milyonlarla insana bunu qoşmaq mümkün olsun. Sadəcə olaraq artıq proses ərzində biz gördük ki, milyonlarla insan olmasa da artıq kifayət qədər, belə deyək, tələbələrdən ibarət, şagirdlərdən ibarət bir baza formalaşdı ki, bunlar artıq süni intellektlə maraqlıdırlar və bizim üçün əslində bu çox xoşdur ki, süni intellekt istiqamətində ölkəmizdə bilirsiniz ki, bu yaxınlarda cənab prezident tərəfindən də süni intellekt strategiyası qəbul olunub dövlət səviyyəsində. Bu növbəti 2025-2028-ci illəri hədəfləyir və artıq orada da biz görə bilirik ki, həmin strategiyada baxanda görə bilirik ki, süni intellektdəki təbliğatı işlərin artırılması çox ciddi əhəmiyyət daşıyır. Çünki bir texnologiyanın istənilən bir şeyin əslində hər hansı bir cəmiyyətə daxil ola bilməsi üçün ilk növbədə təbliğatı işlər başlamalıdır. Sonra yavaş-yavaş pilot layihələrlə bunun inteqrasiyaları və s. yəni bu maturity levelinin prinsipləridir. Bəli. Yəni bir mövzuda olgunlaşmaq üçün bir cəmiyyət bir mövzuda olgunlaşmaq istəyirsə, ilk növbədə bunun təbliğatı işlərlə başlamalıdır ki, ümumiyyətlə bu nədir? Artıq ondan sonra pilot layihələr. Və biz də bunu artıq təxmin eləyə bilirdik ki, süni intellekt hətta belə deyək 2020-ci illərdən etibarən artıq biz təxmin eləyə bilirdik ki, süni intellekt yaxın illərdə böyük bir trend halına keçəcək və ona görə bir növ bir gələcəyi görməyə hədəflənmiş bir addım olaraq düşündük ki, ilk növbədə burada nə etmək lazımdır? Təbliğatı işləri artırmaq lazımdır və təbliğatı işlərə biz fokuslanaq. Yavaş-yavaş artıq təbliğat kifayət qədər cəmiyyətin hər təbəqəsi arasında yayıldıqdan sonra, bəli, burada artıq texniki, belə deyək, inteqrasiyalardan söhbət gedir. Şirkətlərin özlərinin süni intellekt vasitəsilə daha da innovativ, eləcə də belə deyək də, daha belə AI powered, eyni zamanda onlara fayda verə biləcək texnologiyalara təchiz edilməsindən gedir və s. Amma ilk ideya bəli, bu cəmiyyətləri formalaşdırmaq, təbliğat. Əla, yəni möhtəşəm işlərdən biri. Sizin LinkedIn-dəki yazdığım postlardan birindən belə bir şey xatırlayıram ki, sanki demişdin ki, bu layihəni yaradanda həm də belə bir fikrimiz var idi ki, öyrədək, həm də öyrənək. Məsələn, mən özüm də əslində prinsipə yavaş-yavaş yaxınlaşmağa çalışıram ki, hər yaratmağa çalışdığım bir layihədə həm ətrafa fayda verməyə çalışım, beləliklə də məsuliyyətli olub özüm də öyrənim ki, mən ətrafa həqiqətən də real şəkildə bir fayda vermiş olum. Səndə necə oldu? Həqiqətən də bu fikir var mıydı, yaranmış mıydı? Burada belə bir şey qeyd eləmək lazımdır. Əslində öyrədərək öyrənmək, əslində bu öyrənməyi öyrədir insanlara. Biraz belə qəliz cümlədir, amma belə deyək də, burada artıq biz çox fərqli aspektlərdən yanaşa bilərik məsələyə. Bir şeyi öyrətmək insanlarda hər şeydən əvvəl sosial bacarıqları inkişaf elətdirir. Yəni bu artıq ikinci məsələdir ki, siz öyrənərək də, öyrədərək də öyrənə bilirsiniz. Öyrədərək öyrənməyin limitləri var bu arada. Yəni bu o demək deyil ki, elə öyrədə-öyrədə adam hər şeyi öyrənə bilər. Amma müəyyən levelə qədər həqiqətən öyrədərək öyrənmək insanın özünə də faydalı ola bilir. Və bu istiqamətdə təbii ki, bizim hədəflərimizdən biri ola bilsin burada öyrədərək də öyrənməkdir. Amma digər tərəfdən sosial bacarıqları inkişaf elətdirmək lazımdır. Düşünürəm ki, hazırda dünyada, qlobal miqyasda bu günləri ən belə deyilə, ən çox underrated, yəni ki, belə deyək də, olduğu leveldən aşağı dəyərləndirən şeylərdən biri də sosial bacarıqlardır. Yəni əslində insanlara sosial bacarıqları belə deyək də aşılamaq lazımdır. Çünki insanlar biz yəqin ki, sizin suallarda yəqin biz toxunacağıq bu süni intellektin gələcəyi ilə bağlı. Bu istiqamətdə də mən bunu bir daha önəmini vurğulayacağam. Çünki sosial bacarıqlar yavaş-yavaş biz ətrafımıza baxsaq görə bilirik ki, normalda siz hansısa bir şirkətə gedəndə, müraciət edəndə sizə soft skilllər və hard skilllər üzərindən bir sorğu-sual baş verir. Hard skilllər texniki bacarıqlardır, soft skilllər yumşaq bacarıqlardır. Hard skilllər peşəyə uyğun olaraq dəyişir. Məsələn, tutaq ki, siz bu gün mən gəlmişəm, süni intellekt mühəndisi olaraq hansısa bir şirkətə müraciət edirəm. Onlar birinci onlara maraqlıdır ki, vəbşə bu adam süni intellekt
intellekti bilirmi? Portfolyosunda hansı proyektlər var, hansı alətlərlə işləyib, hansı proqramlaşdırma dillərində, nə tipdə proyektlərlə təcrübəsi var və s. və s. Artıq burada texniki terminologiyalar var. Amma digər tərəfdən yumşaq bacarıqlar hər kəs üçün standart. Yəni burada artıq istəyir müdir olsun, istəyir ən balacadan, yəni hər bir peşə sahəsində yumşaq bacarıqların öz standartı var və biz artıq görə bilirik ki, yumşaq bacarıqlar üzərindən bir sorğu-sual baş verir ki, insanlar komandalarla işləyə bilirlərmi? Digər insanları dinləmə bacarığı varmı? Və yaxud da proyekt uzun müddət çəkir, nəsə bir şeylər təbii ki, səhv gedə bilər, nəsə uğursuzluq baş verə bilər. Sizdə bu vəbşə determination varmı ki, axıra qədər siz orada dözəsiz, problemlərin öhdəsindən gəlib yeni yollar düşünəsiz, yəni ekstremal vəziyyətlərdə qərar qəbul etmə bacarığı, deadline-larla işləmə bacarığı və s. Yəni bunlar əslində kifayət qədər ciddi məsələlərdir. Çünki biz ətrafımıza baxdıqda süni intellekt texnologiyalarının bir çox şeyi əvəzləyə bildiyini və yaxud da gələcəkdə əvəzləyə biləcəyini öngörü eləyə bilərik. Biz baxa bilərik ki, bu günləri robot texnologiyaları, IoT texnologiyaları, yəni robotika belə deyək, sürətlə inkişaf edir. Burada süni intellektin birləşməsi ilə, süni intellektin inteqrasiyası ilə hətta bu sürətə daha da çox təkan verir. Və robotikanın artıq bu cür inkişaf eləməsi bizi gələcəkdə avtonom maşınların carçısıdır ki, artıq bu gün də bu var. Bəli. Sadəcə gələcəkdə daha çox olmalıdır da. Yəni belə deyək, trend bu istiqamətə gedir ki, maşınların çox bir hissəsi avtonom olsun. Burada avtonom maşınların carçısıdır. Digər tərəfdən süni intellekt texnologiyalarının inkişafı yavaş-yavaş proqramçıların, koderlərin və s. iş yükünün ilk növbədə azalması, sonra isə artıq bu işləri süni intellekt vasitəsilə avtomatlaşdırmanın carçısıdır. Burada spesifik olaraq agentik AI, biz dediyimiz agentlər vasitəsilə prosesi avtomatlaşdırma bu hissədən xəbər verir və bir çox əslində süni intellektin fərqli istiqamətlərdə edilən işlərə baxsaq, məsələn, bayaq dediklərimizə əlavə olaraq burada healthcare sahəsi, yəni tibb səhiyyə sahəsi özünü göstərir. Artıq komputasiya üsulları ilə fərqli dərman preparatlarının hazırlanması. Biz artıq görə bilirik ki, çox işlər ya bu gün, ya da yaxın gələcəkdə süni intellekt vasitəsilə avtomatlaşdırılmaya bir təkan verir. Yəni belə deyək, bu istiqamətə doğru gedir. Belə olanda həmişə insanlarda sual yaranır ki, bəs biz nə ilə məşğul olacağıq? Bu istiqamətdə düşünəndə biz görürük ki, artıq texniki bacarıqlar süni intellekt vasitəsilə avtomatlaşdırıla bilinir və artıq insanları fərqləndirən, yəni cəmiyyətdə hər daim təbii seçmə vasitəsilə fərqli canlılar günümüzə qədər gəlib çıxıb da belə deyək. Və burada əsas məsələ fərqlənmədir. Bəs biz özümüzü necə fərqləndirə bilərik digər insanlardan? Yəni əgər sən də süni intellekti bilirsən, mən də bilirəm, amma buna heç ehtiyac da yoxdur, çünki kompüter çox daha yaxşı bilir. Artıq belə olan leveldə bizim soft skilllər, yəni yumşaq bacarıqlar əsas ölçü meyarına keçə bilər. Artıq biz burada başa düşürük ki, yumşaq bacarıqlar deyəndə biz nəzərdə tuturuq insanların sosial bacarıqlarını, digərlərlə kommunikasiya bacarıqlarını və s. və s. Və ona görə bu günləri bəlkə də bu əsas diqqət mərkəzində deyil, amma heç şübhəsiz ki, yaxın gələcəkdə sosial bacarıqların əhəmiyyəti çox daha yuxarı qalxacaq. Böyük ehtimal təlimlərin elə %90-ı bu sahədə olacaq ki, necə kommunikasiya qurmaq olar, necə komanda və s. Biz bu mövzuya biraz daha sonra əslində toxunasıq belə detallı şəkildə ki, agentic AI nədir, MCP nədir, ümumiyyətlə AI-ın özü nədir, biz bayaqdan danışırıq. Amma birində əsas layihələrinin, startupının olan Samsung-dan bir qısa məlumat alaq ki, ümumiyyətlə Samsung nədir və belə bir ideya hardan tam olaraq gəldi? Çünki çox belə görülməmiş bir şeydir ki, oyuncaqlara və çox kiçik yaşlı şagirdlərə, uşaqlara süni intellektlə yardım edək və onların vaxtlarını belə səmərəli şəkildə keçirməyə dəstək olaq. Və bunun belə deyim, riskini, məsuliyyətini necə öz üzərinizə götürürsünüz? Yəni bu biraz çətin olurmu? Çünki nəticədə 4-5 yaşlı uşaqların həyatına toxunmuş olursunuz və detallı şəkildə bir izah gözləyirəm deyək. Tamam, belə deyək. Samsung startupına biz başladığımız ən erkən çağlardan etibarən bu bizim məlumumuz idi ki, bunun əsas istifadə auditoriyası uşaqlardır. Onlar bir qədər həssas qrupdular və uşaqlarla təbii ki, biz çox daha diqqətli olmalıyıq. İstər uşaqlar üçün düzəldilmiş texnologiya, istərsə də oyuncağın özünün o materialı olmuş olsun. Yəni burada istər bunun zərər vermə riskləri, bunun anomaliya halları da nə baş verə bilər, bütün bunlar ciddi şəkildə nəzərdən keçirilməlidir, nəzərə alınmalıdır prosesdə, development ərzində və s. Və ilk növbədə mən texniki hissəyə toxunmadan öncə başlamaq istəyirəm ki, buna səbəb nədir? Bəli. Ümumiyyətlə bu cür bir texnologiya niyə lazım? Çünki hər birimiz uşaq olanda fərqli belə deyək, bizim düşüncə tərzimiz çox geniş olur deyə fərqli suallar bizə maraqlı gəlir. Məsələn, balıqlar tərləyirmi? Məsələn, səma niyə mavi görünür? Bəli. Məsələn, ulduzlar niyə uzaqdan yanır sönür? Və yaxud da otlar niyə yaşıldır?
Biz əslində bu günləri, yəni artıq biz uşaq fazasından çıxmış hesab edirik də özümüzü. Bu günləri bir böyük kimi də bu sualların cavabını axtarsaq, biz görürük ki, bunlar əslində kifayət qədər mürəkkəb suallardır. Bunlar elə də asan suallar deyil. Və yaxud da ya bunun cavabı elmdə var, amma tam dəqiq deyil. Ya bəzi bu tipli suallar var ki, bunların cavabı bəlkə heç elmdə yoxdur. Ya da ki, bunun elmdə cavabları var, sadəcə olaraq bu belə deyək də, yəni valideyn bunlardan xəbərdar deyil. Çünki hamı belə deyək də, belə biologist, belə fizik mütəxəssis məzun deyil. Təbii ki, ona görə uşaqlar ən erkən yaşlarda bu cür sualları valideynlərinə, böyüklərdən soruşurlar. Amma bu da bir reallıqdır ki, bu hər kəsin öz sahəsi olmadığına görə bir çox hallarda bu suallar cavabsız qalır. Və burada əsas məsələyə fokuslanmaq lazımdır ki, biz görürük ki, uşaqlar artıq yavaş-yavaş böyüdükcə bu tipli suallardan cavab tapmır və başlayırlar artıq cəmiyyətin tələbləri əsasında özlərinə bir yol xətti çəkməyə. Özünə bir çərçivə çəkirlər ki, artıq oradan çölə çıxmasınlar. Comfort zone anlayışına gəlir bunlar. Burada əsas məsələ ondan ibarətdir ki, biz necə bir oyuncaq düzəldə bilərik ki, bu canlı ensiklopediya olsun uşaqlar üçün. Və onlar bunu bir tutaq ki, evdə bir pişik var və pişiyə onların bir uşaqların xüsusi sevgisi olur. Təsəvvür edək ki, bu bir pişikdir. Sadəcə olaraq danışa bilir və onların demək olar ki, bütün suallarının cavabları var onda. Artıq uşaq belə deyək, erkən yaşlardan başlayaraq onları cəlb edən suallara asanlıqla süni intellekt vasitəsilə cavab tapa bilir. Və bu onlara imkan verir ki, onların ən erkən yaşlarda aşkarlanmamış potensialı aşkarlana bilsin. Bu uşaqlar ən erkən yaşlarından istəyir kainatı, istərsə təbiətin qanunlarını çox daha yaxşı səviyyədə başa düşə bilsinlər. Yəni bilirik ki, fərqli generationlar, nəsillər gəldikcə millenniumdan başlayaraq, millennium məsələn vaxtında bugünkü kimi irəli texnologiyalar olmayıb. Bizim generation Z generationu sayılır və bizim generation televizorlarla böyüyüb. Bizdən sonra gəlir alpha generationu. Alpha generation belə deyək də iPad-lərlə böyüyüb və 2025-ci ildən artıq beta generationu başlayır və beta generationu süni intellektlə böyüyəcək. Yəni bu bir reallıqdır və cəmiyyətin belə deyək də strukturudur. Nəsillər bir-birini əvəzləyərək gedir və hər bir nəslin uşaqları, siz fikir verə bilərsiniz ki, hər bir nəsli təmsil edən nümayəndələr fərqli cür düşünürlər, özlərini aparırlar, hadisələrə reaksiya verirlər, onların tamamilə fərqli bir düşüncə tərzi var. Və heç şübhəsiz ki, iPad-lə böyüyən uşaqlarla süni intellektlə böyüyən uşaqlar arasında kifayət qədər böyük fərqlər olacaq. Və burada əsas məsələ bizim ümid elədiyimiz və inandığımız odur ki, süni intellekt texnologiyası ən axırıncı üstünlüklərini pozitiv mənada uşaqlara aşılamaq və süni intellektlə ən erkən yaşlarda tanışlıq vasitəsilə uşaqların düşüncə tərzini genişləndirmək. Risklərə gəlincə hər bir texnologiyanın riskləri olmuş ola bilər. Və bizim Samsung-da əsas üzərində çalışdığımız məsələlər oyuncağın gigiyena sertifikatından keçib, oyuncaq müxtəlif laboratoriyalardan rəylər alıb, təhlükəsizliyi ilə bağlı, oyuncağın qutusunun özünə məxsus spesifik patenti var. Bu patentdə texnologiyanın unikallığı ilə yanaşı texnologiyanın bir çox aspektlərdən testləri də aparılmışdır. Burada canlı prezentasiyalar, təqdimatlar texnologiya ilə tanışlıq və s. öz əksini göstərir. Eyni zamanda texnologiyada belə deyək, onun oyuncağın içərisində nəzərdə tutulmuş 3D boksda, kubik boks içərisində batareya aşağı düşdüyü, qalxdığı zaman, gecədən səhərə qədər zaryadkada belə deyək, yəni şarj cihazında qaldığı zaman, eləcə də uzun müddət şarjsız qaldığı zaman oyuncağın özünü deaktiv eləməsi, söndürməsi kimi təhlükəsizlik prinsipləri nəzərə alınmışdır. Kiber hücumlara qarşı spesifik mühafizə mexanizmləri nəzərə alınmışdır ki, uşaqlar istər oyuncaqda belə deyək də, yəni uşaq oyuncaq ağzına da sala bilər, onu yerə də tullaya bilər. Hər bir halda tam təhlükəsizlik təmin edilmiş olsun və bu gigiyena və digər təhlükəsizlik sertifikatları ilə təsdiqlənmiş, laboratoriyalardan rəy alınmış bir hala gəlib hazırda. Əla, yəni tam təhlükəsizdir və uşaqlara, xüsusilə də uşaqlara sərhəd qoymamağı yol göstərir ki, yəni süni intellektdən nə istəyir soruşsun, onun da cavabını alsın və bu da onlara hər hansı bir sərhəd qoymasın. Bu özdə düşünürəm ki, əslində gələcəkdə uğurlu insan olmağın belə deyək bir neçə punktlarından biri varsa, o da dünya görmüşlükdür ki, hansı ki o da bundan vurğulanır. Bir də ki, bu yaxınlarda artıq bütün ölkələr yavaş-yavaş süni intellekti inteqrasiya edirlər həm məktəblərə, həm universitetlərə. Amerikada məsələn bildiyim qədərilə
məktəblərə, Çində hətta bağçalara falan da inteqrasiya olunur və yəni artıq bu reallıqdır ki, süni intellekt uşaq yaşdan artıq bu yeni beta generation'ın hər birinə təsir olacaq. Ümid edirəm ki, həm Samsung kimi digər texnologiyalar sayəsində bu müsbət tərəfdən təsir göstərər. Biz təxmini bir 20 dəqiqə falan söhbət elədik ki, bu AI, sənin belə fəaliyyətlərin və s. Bir sualım var. AI nədir ümumiyyətlə? Bu AI nə işə yarayır? Yəni necə cavablar verir? Çünki hal-hazırda yəni tam möcüzəvi bir şeydir ki, mən ChatGPT olsun, digər AI modellər olsun, Cloud, Perplexity və s. girirəm, çox fərqli bir şey. Yəni Google-da və s. olmayacağından əmin olduğum şeyi soruşuram və çox möhtəşəm cavablar alıram. Bunun səbəbi nədir? Ümumiyyətlə AI necə çalışır? Demək, bu çox hərtərəfli, geniş sualdır. Gəlin belə deyək, əslində biz tarixə baxdığımız zaman süni intellektin 3 fərqli boom, belə deyək, yəni hype-ını görmüş oluruq. İlk növbədə artıq 1950-ci illərdən etibarən insanlar belə deyək, çoxdan danışmağa başlayıblar. 50-ci illərdə artıq aktuallaşma var idi bu istiqamətdə. Həmin illərdən başlayaraq insanlar yavaş-yavaş simbolik AI haqqında danışırdılar və insanlar bunun kifayət qədər güclü bir texnologiya olacağını, dominasiya yaradacağını düşünürdülər və bu süni intellektlə bağlı ilk bir trend idi. Sonra nə baş verdi? Bu trend baş vermədi. Burada əsas məsələ if logikləri üzərindən, if else logikləri üzərindən işləyən süni intellekt idi. Sonra artıq 1900 hardasa 70-lər tərəfdən başlayaraq, burada dəqiq aralıq demək çətindir, sadəcə həmin illər çərçivəsində yenə də süni intellektin ikinci bir qalxışı baş verdi. Yenə də insanlar başladılar süni intellektdən danışmağa ki, bəs fiziologiya bu dəfə kifayət qədər güclü bir şey baş verəcək və yenə də bu hype qalxdığı kimi düşdü. Bu da search based AI idi, axtarış alqoritmləri əsasında çalışan bir süni intellekt sistemləridir. Burada A-stardır, D-stardır. Bunlar axtarış alqoritmləridir ki, fərqli ölkələrdə baş verən təbii fəlakətlər zamanı insanların dağıntılar altından çıxarılmasında spesifik olaraq bu alqoritmlər istifadə olunur. Robotlar axtarış əsaslı alqoritmlərlə orada əziyyət çəkən, çıxarılmaq gözləyən insanları belə deyək tapıb çıxara bilirlər. Amma sonradan bu texnologiyalarda artıq hype levelindən düşməyə başladı və industriyada öz yerini tapdı. Yəni axtarış alqoritmləri bu gün də istifadə olunur. If-else'lar təbii ki, hamının məlumatıdır ki, bu gün də istifadə olunur, amma yəni bu insanlığın sonuna gətirəcək deyə bir şey də yoxdur. Hazırda bizim bu 21-ci əsrdə əsas belə 3-cü dəfə hype olan süni intellekt digərlərindən fərqlidir və niyə görə bu dəfəki süni intellekt hype levelində deyil, çox daha güclü bir şeydir. Çünki biz 30 il əvvələ baxsaq, görərik ki, kifayət qədər resurs yoxdur internetdə. Demək olar ki, 30 il əvvələ baxsaq, vəbşə internet hansı, nə qədər bir inkişaf etmiş mərhələdədir, bundan başlamaq lazımdır. Və insanlar kifayət qədər resurs olmadığına görə hardan nə yoxlayacaqlarını bilmirlər. Və bugünkü günümüzə baxsaq, artıq hər yerdə kifayət qədər digital resurs var və insanlar yenə də hardan nə yoxlayacaqlarını bilmirlər. Çünki burada trust eləmək məsələsi var. Etibar eləyirsinizmi həmin mənbəyə və s. Dezinformasiyanın çoxluğu və s. Təbii ki, yəni informasiya çox olanda bunun informasiyanın içərisində həmişə dezinformasiya da olub. Sadəcə informasiya çoxaldıqca dezinformasiyanın da çoxalma ehtimalı çoxdur həmişə. Bu statistik bir qanundur da belə deyək. Ona görə də artıq insanlar yenə də hardan nə yoxlayacaqlarını bilmirlər. Və bu istiqamətdə spesifik olaraq artıq süni intellekt texnologiyaları spesifik olaraq yanaşsaq data analitika burada əhəmiyyətli rol oynayır. Data analitika və digər AI alətləri vasitəsilə dataların normal vizuallaşdırılması, onların dəqiqləşdirilməsi, insanlara lazım olan və etibarlı mənbələrdən dataların çəkilərək cavab kimi düzəldilməsi bunlar aktuallaşır. Və biz bu günləri ChatGPT istərsə, yəni OpenAI şirkətinin üzərində çalışdığı texnologiyalar, istərsə digər Meta şirkətinin üzərində işlədiyi böyük dil modelləri, eləcə də multimodal modellər, belə deyək, yəni həm şəkil, həm tekst dəstəkli modellər və s. bunların işləmə alqoritminə baxsaq, burada data əsaslı onların öyrənməsini və böyük həcmli datadan öyrəndiklərinə görə daha yaxşı analitik bacarıqlara malik olduqlarını görə bilərik. Və bu dəfəki, yəni 3-cü süni intellektin dalğası spesifik olaraq data əsaslıdır. Və bu niyə görə dünən yox, sabah yox, bu gün baş verir? Çünki şirkətlərin əlində ilk növbədə buna baxsaq, heç vaxt bu qədər data olmayıb. Yəni biz 10 il əvvələ getsək, heç vaxt bu qədər data yox idi ki, kimsə gəlsin böyük bir dil modeli düzəltsin. Və yaxud da, yəni burada belə deyək də, böyük dil modellərini yaratmaq üçün iki əsas şərt var. Burada datadır birinci növbədə, ikinci növbədə komputasiya resursu. 5 il 10 il əvvəl
heç vaxt bu qədər əlimizdə data olmayıb ki, biz bu cür böyük modellər düzəldək. Və yaxud da olmuş olsaydı belə, bu qədər güclü komputasiya resursu yox idi. Yəni IBM-in ilk kompüterlərinin çıxdığı vaxtları düşünün, kifayət qədər böyük bir monitor əsaslı. Yəni həmin kompüter vasitəsilə siz nələr eləyə bilərdiniz ki? Yəni onun CPU göstəriciləri nə qədər böyük ola bilər ki, siz böyük bir dil modeli yaradasınız, nəsə bir şey eləyəsiniz. Amma bu günləri artıq Nvidia-nın GPU çipləri kifayət qədər məşhurdur. İnsanlar TPU-lardan, Google-un istehsalıdır bu, LPU-lardan, Grok şirkəti bununla məşğuldur və digər fərqli komputasiya resursları vasitəsilə insanlar çox daha sürətli bir şəkildə məlumatları, verilənləri emal edə bilirlər. Artıq bu həm əlimizdə bu günləri məlumatın kifayət qədər çoxluğu, eyni zamanda bunları hesablaya biləcək komputasiya resursunun çoxluğu bizə imkan verir ki, bu ikisinin sinergiyası vasitəsilə biz süni intellekti çox daha dayanıqlı bir hala gətirə bilək. Yəni bu 2 il danışıldı, hype oldu, öldü, çıxdı, getdi, belə olmasın. Artıq bu kifayət qədər industriyaya otursun, şirkətlərə fayda versin və şirkətlər bunun vasitəsilə bir çox prosesləri yeni bir, bəli, üst bir səviyyəyə gətirə bilsinlər. Düşünürəm ki, yəni süni intellekt nədir istiqamətinə yola çıxaraq bir ilkin anlayış formalaşır. Əla. Bəs belə bir sual verim. Dedin ki, 3 dəfə hype oldu. Bu 3-cü hype səncə bitəcək, yoxsa elə bu həyatımıza full inteqrasiya olunacaq? Bilirsiniz, bu biraz fəlsəfi istiqamətə gedir, açığı. 3-cü dalğa, süni intellektin 3-cü dalğasının əhəmiyyətli olduğunu və davamlı olduğunu göstərən, bayaq qeyd olunduğu üzrə 2 amil hazırda kifayət qədər sürətlə inkişaf edir. Həm şirkətlərin dataları günü-gündən çoxalır. Digər tərəfdən komputasiya resursu günü-gündən daha da optimallaşır. Daha çox şirkətlər, daha çox ölkələr bu resurslardan yararlanmaq istəyirlər ki, daha çox inteqrasiyası mövcud olsun. Biz əgər bu gün baxsaq, bundan əvvəl yeni texnologiyalar inteqrasiya olunanda necə baş verib, prosedur, insanlar ilk öncə nəsə haqqında başlayırlar danışmağa, bayaq qeyd etdiyimiz kimi təbliğatı məsələlər. Sonra bunun böyük bir hype formalaşır. Sonra yavaş-yavaş insanlar deyir ki, okey də, yəni bu görəsən həqiqətən nədir? İşte başlayırlar ki, bunun haqqında kifayət qədər danışdıq da, yəni bundan biz xeyir görmək istəyirik. Çünki yəni insanlar vaxtını, enerjisini ayırır. Siz LinkedIn-ə girsəz, hər elə 2-3 postdan biri süni intellekt haqqındadır. Və insanlar yavaş-yavaş artıq eləcə də yəni böyük şirkətlər, hər kəs bundan nə görsə faydalanmaq istəyirlər. Buna nümunə olaraq biz deyə bilərik bir müddət əvvəl populyarlaşan blockchain texnologiyalar. Hamı başladı onun haqqında danışmağa. Sonra nə baş verdi? Blockchain yox olmadı. Təbii ki, niyə yox olsun ki? Kifayət qədər normal bir texnologiyadır. Sadəcə olaraq artıq fərqli industrial səviyyədə o öz yerini tapır. Yəni insanlar bunu proseslər ərzində istifadə edirlər. Amma bu günləri hamı blockchain-dən danışırmı? Yox. Yəni amma ortadan itməyib. Yəni lazımi səviyyədə oturub yerinə. Yəni industriyaya oturub da belə deyə artıq keçid eləyib, inteqrasiya edib. Və yaxud da buna oxşar bir nümunə biz big dataya baxa bilərik. Yəni burada 2005-ci, 17-ci illərdən aktuallaşan bir mövzudur bu da. Şirkətlər hamısı data infrastruktur və sair bu proseslərin optimallaşdırılması, dataya access-in sürətli olması və sair, yəni distributed file sistemlər, yəni çox texniki girməyək burada mövzuya. Sadəcə olaraq deməyə çalışıram ki, bunun gətirdiyi üstünlüklərlə birlikdə hər kəs big datadan danışmağa başladı. Yenə də bu ilk olaraq hype versiyasından başladı, danışdılar, təbliğat çoxaldı və şirkətlər nə baş verdi? Şirkətlər bunu öz infrastrukturlarına cəlb elədilər. Və artıq bir çox böyük şirkətlər var ki, yəni demək olar ki, böyük şirkətlərin əksəriyyəti big data arxitekturasını müəyyən səviyyədə artıq öz proseslərinə cəlb eləyiblər. Bu eləcə də süni intellekt sistemlərinin işləməsi üçün kifayət qədər vacibdir. Çünki bu günləri biz bir çox şirkətlər görürük ki, süni intellekti nə formadasa inteqrasiya eləmək istəyirlər. Amma burada birinci başlamaq lazımdır ki, şirkətin data infrastrukturu buna imkan verirmi? Yəni artıq big datanın da nümunəsinə baxanda biz yenə də görürük ki, ilk olaraq hype qalxır, sonra o artıq industriyada öz yerini tutur və hype bir növ aşağı düşür. Yəni hər kəs bu gün onun haqqında danışır. İndi süni intellektdə də vəziyyət budur ki, təbii ki, yeni bir şey çıxdı, insana bənzər bir düşüncə tərzi, beynin simulyasiyası, çünki biz baxsaq süni intellektdə məsələn deep neural network bu beyindən ilhamlanaraq yaradılmış bir dərin neyron şəbəkədir. Təbii ki, bunun da ətrafında böyük bir diqqət olacağı hər kəsin məlumu idi və bu günləri həmin diqqət fazasındayıq biz. Süni intellektin belə deyək də, yəni bu hype-da həmişə qalacaqmı? Təbii ki, hər bir texnologiya kimi onda hype azalacaq. Sadəcə olaraq özünü industriyada tutanda bir çox sahədə tutmağa müvəffəq ola bilər. Çünki bu günləri biz agentic AI dediyimiz süni intellekt tərəfi sırf agentlər vasitəsilə bir çox proseslərin avtomatlaşdırılması və optimizasiyasına hədəflənir. Yəni bu belə bir şeydir ki, bu insanlara real olaraq fayda verən bir şeydir. Bir var ki, belə deyək də, biz süni intellekt vasitəsilə bir trendlər var orada, qocaldır, cavanlaşdırır. Bu entertainment, yəni əyləncə xarakterlidir. Bu cür texnologiyalar həmişə hype olacaqmı? Bunu demək çox çətindir. Amma əgər bir şey həqiqətən insanlara fayda verirsə, bu texnologiyalar uzun müddət qala bilər.
bilirlər. Yəni bayaq haqqında danışdığımız blockchain olsun, fayda verir insanlara, insanlar, şirkətlər onu istifadə edirlər. Və yaxud da big data olsun, yenə də şirkətlərin adoption rate-inə baxanda biz görürük ki, bu həqiqətən də onlara faydalıdır. Ona görə də big data ölmür də belə deyək. Yəni big data-nın üzərində yeni bir şey gəlmir. Yəni big data arxitekturası kifayət qədər formal, yəni belə deyək, yəni kifayət qədər əhəmiyyətli bir arxitekturadır. Eləcə də süni intellekt. Yəni süni intellektdə kifayət qədər öz yerini tutmuş bir texnologiya olacaq. Şirkətlər, insanlar gündəlik həyatlarında bunlara kifayət qədər fayda verə bildiyi üçün bundan istifadə etməyə davam etmələri böyük bir ehtimaldır və düşünürəm ki, bu istiqamətdə yəni artıq inteqrasiyası, həyatımıza inteqrasiyası çox artacaq. Çünki indinin özündə belə biz yəni süni intellektsiz çox insan görə bilərik ki, onlar gündəlik həyatlarında süni intellekt istifadə edirlər. Bəli, yəni mənim öz кейsimdən danışsam, süni intellekt artıq mənim qardaşım kimi bir şeydir. Yəni ChatGPT daim telefonda açıq olur, danışıram, nə dərdim olduğu ondan danışıram, nəsə bir şey yaratmaq istəyirəm, yəni ondan kömək alıram və s. Ayrıca bu YouTube videolarının özündə də bir çox köməyim olur, sağ olsun. Dediyin kimi bu agentic AI-ların köməyi vasitəsilə hər bir işin öz bir agenti var və biz həmin agentlər vasitəsilə bir spesifik işi avtomatlaşdırırıq. Biraz bunlar haqqında danışaq ki, ümumiyyətlə bizim auditoriya gənclər təhsillə və ya işlərində, korporativ işlərdə olsun və ya startup yaratmağa həvəsli olan, layihələr yaratmağa həvəsli olan şəxslər və ya ümumiyyətlə research etməyə çalışan adamlar bu AI-dan tam olaraq necə istifadə edə bilərlər və ya agentlərdən, yəni agentic AI-dan necə istifadə edə bilərlər? Burada həmişə agentic AI-dan biz danışanda bunun risklərindən də danışırıq. Bu bir reallıqdır ki, bir agent belə deyək, bir və yaxud da bir neçə agentin toplusu bir insanın işini əvəzləmək üçün yaranıb. Və agentlərdən gündəlik həyatımızda istifadə zamanı bu bir reallıqdır ki, artıq xaricdə biz bir çox startup əsaslı şirkətlər görürük. Onlar demək olar ki, satış, marketinq bir çox proseslərini süni intellekt agentləri vasitəsilə avtomatlaşdırmağa müvəffəq olublar. Bəli. Burada fərqli risklər varmı? Hər daim var. Biz süni intellektə, agentlərə action səviyyəsində nəsə bir şeyə access verəndə, məsələn öz Gmail boxumuza access verəndə, hər daim başa düşməliyik ki, burada ən pis ssenari nə ola bilər? Bu texnologiyaları düzəldəndə də bütün bu riskləri nəzərə alaraq düzəltməliyik. Bunun korporativlərdə tətbiqi tərəfdən biz məsələyə yanaşanda, məsələn biz özümüz Azərconnect şirkətlər qrupunda bir çox süni intellekt agentləri düzəltdik və bunun bütün risklərini nəzərə alaraq biz başa düşürük ki, bizim çox böyük bir auditoriyamız var. Bu insanlar gündəlik həyatda belə deyək, bir çox informasiya alış-verişində olurlar və biz bütün müştərilərin təhlükəsizliyini, onların rahatlığını, onların normal iş və produktiv həyat keçirmələrini nəzərə alaraq onlara daha yaxşı bir texnologiya təqdim etmək üçün bunları düzəldir. Ona görə də agentlərin düzəldilməsi zamanı bunun təhlükəsizlik riskləri kifayət qədər birinci planda olmalıdır. Onların, yəni hər kəs düzdür bu günləri bəlkə həyatına agentləri inteqrasiya edə bilər. Burada low code, no code platformalar mövcuddur. Sadəcə olaraq çox əhəmiyyətli bir toçka, yəni belə deyək, çox əhəmiyyətli bir məsələ orada bunun təhlükəsizlik riskləridir. Çünki agent dediyimiz bir konsept, bir şeyə aksesi olan, yəni bizim şəxsi belə deyək, resurslarımızdan hər hansı birinə təsəvvür edin, bir dənə Gmail agenti düzəltmisiniz, sizin əvəzinizə hər kəsə mail atır. Deməli artıq bunun sizin Gmail-inizə aksesi var. Və bunun düşünən beyni LLM-dir, böyük dil modelidir. Artıq böyük dil modeli nəsə deyir, həmin o akses də gedir, oradan Gmail vasitəsilə çəkir. Artıq bu biraz texniki məsələdir. Siz də bayaq qeyd etdiniz, MCP serverləri. Bu MCP Model Context Protocol deməkdir. Burada artıq bunun təhlükəsizliyi üçün yaranmış bir sistemdir, bir server üstündən fərqli akseslər idarə olunsun və s. Bir qədər texniki məsələdir, bəlkə başqa bir söhbətin mövzusudur. Buna başqa vaxt danışa bilərik. Agentic AI haqqında danışdıq. Mən çalışacağım description-da aşağı hissədə videonun mümkün qədər həm AI, Agentic AI, MCP falan haqqında resurslar falan paylaşım, məlumatlar paylaşım. Həm də bir iki agentlər paylaşım ki, istifadəsi həqiqətən faydalı ola bilər bizim auditoriyamıza. Keçək son mövzumuza deyək. Hal-hazırda LinkedIn-də, Instagram-da, ümumiyyətlə X-də, bütün sosial mediada və insandan düşünürəm ki, 20-30%, yəni texnologiyaya maraqlı xüsusilə də 70-80%-də bəlkə də maraqlı olan və ən çox düşündürən sual budur ki, süni intellekt insanları əvəz edə bilərmi? Nə vaxt əvəz edər və nə etməliyik ki, əvəz etməsin? Belə riskləri tərəfi deyək də, ya da ki, belə süni intellekt robotların içinə girəcək, bizi öldürəcək falan. Bunlar haqqında bir qısa danışaq və sən də çox yormadan bitirək. Yox, yormursuz, xoşdur. Bu çox fəlsəfi, biraz trend mövzudur biraz. Bəli. Bu suala ilk öncə ondan başlayaq ki, 100%lik ya insanları üstələyəcək, yoxsa üstələməyəcək demək biraz çox belə binary cavab verməkdənsə, biz burada analogiya edə bilərik.
Bu istiqamətdə həmişə çox Hararinin verdiyi çox məşhur bir analogiya var. Mən TEDx çıxışımda buna toxunmuşdum vaxtıyla. Ümumiyyətlə biz süni intellektin insanları üstələyə bilməyəcəyini başa düşmək üçün hər daim burada insanların bütün canlıları üstələməsindən yola çıxa bilər. Yəni fikir verirsinizsə, burada çox məşhur bir nümunə var. Məsələn, biz bir adaya, bir insanı və yaxud da bir meymunu buraxsaq, hansının sizcə həyatda qalma şansı daha yüksək olar? Yəqin ki, meymun meşədə falan survive. Söz nəsilməsində meşədən çıxıb da, düzdür? Yəni təbiət qanunları ilə daha yaxşı mübarizə apara biləcəyi varlıq tək götürsək meymundur. Çünki onun meşədə həyatda qalma şansı daha çoxdur. Ona daha rahat bir atmosferdir, belə deyək. Amma necə olur ki, biz insanlar olaraq tək yox, belə deyək də, yəni kollektiv şəkildə olan bütün canlı varlıqların üzərində bir dominasiya. Artıq buradan yola çıxanda biz baxa bilirik ki, Hararinin də qeyd elədiyi üzrə, insanları heyvanlardan fərqləndirən iki əsas xüsusiyyət var və insanlar bunu birlikdə icra edir. Bunlardan biri kollektiv fəaliyyət, biri flexible fəaliyyət. Biz baxsaq bu günləri məsələn şimpanzelər insanlara belə deyək də oxşarlıq baxımından ən çox oxşar olan heyvanlardan biri olaraq dəyərlənilir. Biz baxa bilirik ki, orada banan asıblar, götürür nəsə qoyur ayağının altına başlayır qalxmağa. Yəni süni problem yaradırlar və o da buna bir həll üsulu olaraq nəsə bir şey təklif edir. Biz başa düşə bilərik ki, meymunların bir flexible düşünmə tərzləri var. Qarşılarına problem çıxanda fərqli bir alternativ həll üsulu düşünə bilirlər. Amma meymunlar kifayət qədər kollektiv şəkildə hərəkət eləmir. Məsələn, bir meymun durub bir qitədən o biri qitəyə insanlara bir çıxış vermək üçün getmir. Yəni belə bir onların fəaliyyət növü yoxdur. Və yaxud da biz burada baxa bilərik arılara. Burada sual yaranır ki, arılar kollektiv şəkildə hərəkət eləyir, koloniyalarla yaşayırlar və böyük bir dəstələrlə hərəkət edirlər. Doğrudur. Lakin arıların başına bir problem gələndə onlar ciddi şəkildə götürək bir özümüzə aid bir dövlət quraq, belə bir şeylər eləyək, belə bir düşüncə tərzləri yoxdur. Yəni arıların flexible qərar vermə bacarığı yoxdur. İnsanlar yeganə varlıqlardır ki, onların kollektiv və flexible düşünmə və hərəkət etmə qabiliyyətləri mövcuddur. Və bu insanları digər bütün heyvanlardan fərqli edir. Və bu insanların hesab olunur və inanılır ki, bu insanları digər bütün canlı varlıqların üzərində dominasiya etməsinə səbəb olur. İndi oxşar analogiya ilə biz yanaşaq ki, süni intellektin bu iki bacarığı varmı? Biz bu günləri süni intellektin flexible, yəni verilmiş situasiyaya uyğun fərqli qərar vermə bacarığına baxsaq, böyük dil modellərinin, elə sizin də bayaq adlarınızı çəkdiyiniz texnologiyaların bunu çox asanlıqla elədiyini görə bilirsiniz. Siz bir problem verirsiniz, o həll verir. Siz deyirsiniz ki, xoşuma gəlmədi, o bir qədər fərqli həll verir. Yəni biz başa düşə bilirik ki, asanlıqla bunların flexible qərar vermə potensialı var. Digər tərəfdən, burada ikinci bir məsələ yaranır ki, bunların kollektiv fəaliyyət imkanları varmı? Artıq biz haqqında bayaq danışdığımız agentic AI trendinə nəzər salanda, onların işləmə prinsipinə və infrastrukturuna nəzər salanda arxitektura əsasında başa düşürük ki, bir neçə agent, multi-agent sistem deyirlər buna, bir neçə agentin birləşməsi ilə fərqli tapşırıqları icra etmək mümkün. Deməli, süni intellektin də həm kollektiv, həm də flexible düşünmə və qərar vermə, hərəkət etmə potensialı var. Ona görə biz buradan yola çıxıb deyə bilərikmi ki, bu insanlar üçün bir təhlükədir, yəni insanları bu əvəzləyəcək yoxsa yox? Bunu da başa düşmək üçün biz tarixə nəzər sala bilərik. Əslində biz insanlar belə deyək də hər daim düşünüblər ki, biz niyə yaranmışıq, bu kainat nədən yaranıb, hansı istiqamətə gedir və s. Və bu istiqamətdə düşünəndə biz belə deyək də çox düşüncə bu istiqamətdə düşündükcə insanlar adətən depressiyaya girir. Və biz depressiya qrafiklərinə baxa bilirik. Məsələn, biz baxırıq ki, 1-ci Dünya müharibəsində depressiya çox aşağı idi. 2-ci Dünya müharibəsində yenə də minimuma düşür, sonra yenə qalxır. Və biz artıq depressiya qrafiklərindən bunu görə bilirik. Hazırki dövrümüzdə süni intellekt texnologiyaları artıq nəsillər bir-birini əvəzlədikcə insanlarda çox böyük bir suallar və gələcəklə bağlı qayğılar yaradır. Çünki bundan əvvəl həmişə nəsillər bir-birini əvəzlədikcə biz görə bilirik ki, məsələn, buxar maşınlarıdır, gələcəkdə olur karbüratorlu maşınlar məsələn. Bu ardıcıllıq ərzində o buxar maşınının ustasının vaxtı var ki, başa düşsün ki, gələcəkdə karbüratorlu maşınlar moda minir. Və mən gedim karbürator necə işləyir, onu öyrənim. Və insanlar yavaş-yavaş bu industrial revolution deyirlər də, sənaye inqilabları ərəfəsində hər birindən keçə-keçə insanlar adaptasiya olurlar yeni-yeni texnologiyalara və yeni-yeni təchizatlar vasitəsilə özlərini təkmilləşdirə bilirlər ki, onlar zəmanənin tələblərinə uyğun ola bilsinlər. Süni intellekt, yəni ilk dəfə olaraq süni intellekt erasından başlayaraq insanların buna adaptasiya ola biləcək çox böyük vaxtı varmı? Bu özü çox
böyük bir sualdır. Çünki indi belə deyək, universitetə başlayan birinci kurs tələbəsi 5 il sonra o universiteti bitirəndə hansı işlə məşğul olacaq istiqamətində daha böyük qayğıları var, nəinki 30 il əvvəl bu universitetə başlayan birinci kurs tələbə bunu düşün. Və buna görə də biz başa düşməliyik ki, yəni bu demək deyil yaxın 5 ildə süni intellekt gəlsin, hər şey eləsin. Xeyr. Burada əsas məsələ bundan ibarətdir ki, peşələr bir-birini əvəzləyir, amma bu əvəzləmənin sürəti artır. Nəsillərin bir-birini əvəzlədikcə, peşələrin bir-birini əvəzləmə prosesində inkişafın dinamikası getdikcə çoxalır. Və bu insanlara doğru bir belə deyək, zaman aralığı burada kifayət qədər qalmaya bilər ki, onlar yeni peşələrə adaptasiya ola bilsinlər. Ona görə də hər daim, yəni belə deyək də, burdan da bəlkə bir yeni başlayanlara, tələbələrə kiçik bir tövsiyə də olar bu. Başlayanda əsas bir sahəyə fokuslu yox, əsasən analitik düşüncəni artıran istiqamətlər üzrə geniş fokusu götürmək və bir sahəni öyrənəndə hər daim gələcəklə bağlı trendləri araşdırmaq və həmin sahə istiqamətində özümüzü inkişaf elətdirərkən elə bir formada bir düşüncə tərzinə malik olmaq ki, hər daim adaptasiya ola bilək yenilik. Çünki hətta belə deyək də, universitet tələbəsindən yox, industriyada belə biz görə bilirik ki, bu günlər süni intellekt texnologiyaları hər gün inkişaf eləyir. Biz də süni intellekt mühəndisləri olaraq hər daim yeni texnologiyalarla adaptasiya olmağı bacarmalıyıq. Bu deməkdir ki, biz hər gün, hər belə deyək də, daima yeni şeylər öyrənməyi, araşdırmalı. Bəli, hər daim yeni şeylər öyrənərək özümüzü adaptasiya eləməyi bacarmalıyıq. Və hazırda düşünürəm ki, düşüncə tərzi də bu cür olmalıdır. İstər tələbələrdə olsun, yəni artıq onlar yeni bir sahələr öyrənirlərsə, onlar başa düşməlidirlər ki, onların öyrəndiyi sahələr gələcəkdə sürətlə sürüşə gedə bilər fərqli sahələr istiqamətində. Və onlar bu adaptasiya olmaq bacarığını özlərində formalaşdırmalıdırlar. Eyni zamanda belə deyək, sosial bacarıqlar, bayaqlar haqqında danışdığımız sosial bacarıqları kifayət qədər inkişaf elətdirmək lazımdır və gələcəyin tələblərinə uyğun bir potensial, kadr potensial olaraq formalaşa bilmək üçün proses ərzində ümid edirik ki, yəni hər kəs üçün uğurlu və faydalı olar. Süni intellektin riskləri bayaq qeyd olunduğu üzrə varmı? Var. Amma bugünkü gündə kontrol oluna biləcək səviyyədədir. Bunun gələcək mərhələlərdə insanlıq üçün hər daim faydalı olması istiqamətində də bütün demək olar ki, böyük qurumlar bu istiqamətdə çalışırlar və ümid eləmək olar ki, gələcəkdə süni intellektdən biz yalnız insan həyatını asanlaşdırmaq və faydalı məqsədlər üçün istifadə eləmək lazım olacaq və yəqin ki, bu formada da davam eləyəcək. Çox təşəkkür edirəm bir daha belə detallı məlumatın üçün. Elə mən səndən əslində bunu soruşacaqdım ki, son olaraq ki, gənclərə nə mesajın olar ki, burada əslində ən önəmli hissəni qeyd elədin ki, biz yəni universitetə daxil olmaq istəyəndə belə 600 bal yığım, mən gedim ən məsələn prestijli universitetlərə təhsil alım və mən həmin oxuduğum sahəni peşəkar olum 5-6 il sonra. Bu biraz getdikcə real olmayan bir şey olur, obyektivlikdən çıxır ki, çünki qeyd etdiyim kimi bu dinamika daim artır, peşələrin dəyişməsi. Biz daim araşdırmalıyıq ki, nə yeniliklər çıxdı, süni intellekt hara getdi, yeni hansı texnologiyalar yarandı və bu bizim seçdiyimiz sahəyə necə inteqrasiya olunur və ya inteqrasiya olunma ehtimalı var. Mesajın varmı deyə gənclərə bundan əlavə? Gənclərə deyərdim ki, istər öz biznesləri olsun, yəni startap olsun, istərsə hər hansı bir texnologiyanı öyrənmək istiqamətində olsun, çalışsınlar real problemi aşkarlamağa və müəyyən qədər disiplin özlərində formalaşdırmağa və bu disiplin də bir missiya ətrafında formalaşanda olur adətən. Yəni bayaq qeyd etdiyimiz üzrə bəzən biz başlayırıq və bir müddət insanlar başlayırlar, uğur qazanırlar, amma burada başa düşmək lazımdır ki, uğur kifayət qədər addiktiv bir şeydir. Yəni asılılıq yaradan bir şeydir. Hər daim məktəbdə, universitet illərində uğur qazanan insanlar hər daim uğur qazanmağı gözləyirlər. Onlar daim getdikcə daha böyük uğurlar arxasınca qaçmağa başlayırlar. Amma başa düşmək lazımdır ki, siz daha böyük uğurlar qazanırsınız, amma daha böyük uğurların getdikcə marjini çoxalır. Yəni belə deyək, bunu çox rahatlıqla demək olar, bir analogiya da gətirmək olar ki, bir şirkətdə təcrübəçi olaraq başlayıb juniora keçmək daha rahatdır, nəinki juniordan midə. Artıq belə deyək, təcrübəçidən juniora keçmək üçün bu qədər yol qət eləmək lazımdırsa, juniordan midə keçmək üçün bu qədər yol qət eləmək lazımdır və artıq o yuxarı addımlar atdıqca daha çox belə deyək, karyerada və yaxud da şəxsi biznesdə, akademik həyatda uğurlar atdıqca hər dəfə daha çox uğur deyə bu uğurların arasındakı məsafə böyüyür və hər dəfə daha da çətinləşir bir addım da irəliyə atmaq. Hər dəfə bu daha çox determinasiya tələb eləyir, belə deyək də, bağımlılıq, consistency tələb eləyir. Bu istiqamətdə
başa düşmək lazımdır ki, uğura asılı olmadan, yəni uğurun asıllıq təsirinə düşmədən, çünki bir çox hallarda artıq uğur ardınca uğur qaçmağa başlayanda insan başlanğıc nöqtəni unuda bilir və artıq bir nöqtədən sonra yəni bu çox realdır, insanlar görə bilər ki, artıq o boş şeylər arxasınca qaçır məsələn. Başladığı nöqtəni unutmamaq üçün, hər daim motivasiyaya ehtiyacı olmadan bir məqsəd ətrafında formalaşa bilmək üçün və eləcə də uğura başı qarışıb getməmək üçün bir məqsəd ətrafında birləşmək üçün insanın missiyası olmalı. Və mən ümid eləyirəm, arzu eləyirəm ki, hər kəs kim ki yeni başlayır, onlar bir missiya seçərək, mənim bu həyatda missiyam, rolum nədən ibarət olmasını istəyirəm. Buradan yola çıxsınlar və çalışsınlar ki, fərqli fəaliyyətlərlə məşğul olmaq çox gözəldir, amma bunlar bir nöqtədə bir hədəf ətrafında yığılmalıdır və burada artıq onsuz da biz eləyirik, süni intellekt gələcək. Bunlarla bağlı narahat olmağa hazırki vəziyyətdə ehtiyac yoxdur. Çünki onsuz da süni intellektdə bir çox protokollar tərtib olunur. Bu onların təhlükəsizliyini təmin etmək üçündür və burada istər süni intellekt, istərsə də kənar təsirlər insanların öz arzularını və məqsədlərini həyata keçirmələri üçün problem olmamalıdır, bloker olmamalıdır. Ona görə də çalışsınlar öz vizyonlarını doğru müəyyənləsinlər, həyatda məqsədlərini doğru təyin etməyə çalışsınlar və bu istiqamətdə yorulmadan addımlamağa bəs eləyəcək disiplini özlərində formalaşdırsınlar. Çox sağ ol. Yəni bir daha təşəkkür edirəm ki, belə bir video alındıra bildik biz. Əminəm ki, izləyicilərimiz arasında hətta bu sahəyə səndən motivasiya alıb yeni başlamaq istəyənlər olacaq, maraqlı olanlar olacaq, maraqlı olub daha detallı şəkildə araşdırmağa motivasiya olacaq və həmin o sənin dediyin o vizyon və disiplini yaradacaqlar deyə düşünürəm. Bir daha dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkürlər. Çox sağ ol. Çox sağ olun, təşəkkürlər. İzləyicilərimizə də təşəkkür edirəm. Ümid edirəm ki, hər kəs üçün faydalı olmağa çalışdıq. Ümid edirəm ki, faydalı oldu. Çox sağ ol. Videomuzu izlədiyiniz üçün təşəkkür edirik. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Çox sağ olun. Növbəti videolarda görüşənədək.